2016-cı il aprel ayında mənfur düşmənlərimiz yenə təxribat törədərək Azərbaycan torpaqlarına qarşı hücuma keçdilər. Və bu hücumun qarşısını almaq üçün Azərbaycanın igid oğulları silaha sarılıb düşmənə layiqli cavab verdilər və o silaha sarılan igid oğullarımızdan biri də Hindaq qəsəbəsinin payına düşdü. Qəhrəman bizim igidimiz, xüsusi təyinatların giziri, əfsanəvi döyüşçü Qarayev Dilsuz Məmmədağa oğlunun bu günləri anım günüdür və şəhidimizin doğmalarını, əzizlərini bu günləri Ağcabədi şəhid anaları, ataları, eləcə də Hindaq qəsəbə cəmaatı və uzaqdan, yaxından gələn tədbir iştirakçıları tək qoymadılar. Bu günləri şəhidimizin məzarını ziyarətə gəlibdilər. Ne gidiyor çağır, hiç çağrışıma gel. Gelin konaklarına aman kurban bala. Şehitlere kurban, hamısı benim balamda. Haydi dur. Sen balam. Şəhid analarının hamısı da balağa qurban. Bacı, bax belə balağa mümkün günlər qurban. Hamımızın balası. Arkasını yerə verən Gelen günlər qurban. konaklarına kurban. Zahmet çekenlere kurban. Hamısına qurban. Hazire irşadlar, hamısını özüm kurban. Mən istəyərdim ki, ilk öncə Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda edən şəhidlərimizi bir dəqiqəlik sükutla yad eləyək. Allah bütün şəhidlərimizin ruhunu şad eləsin, qazilərimizə şəfa versin, veteran qardaşlarımızı qorusun. İlk öncə bütün şəhidlərimizin elə ruhuna bir Quran oxuması üçün Ağcabədi rayonunun baş axundu Hacı Röyanı dəvət edirəm, buyursun. Şəhidlərimizin ruhuna bir Quran oxusun. Sonra tədbir iştirakçılarına söz verir. Şəhidlərimizin pak ruhlarına səlavat edir. Allah bütün şəhid ailələrinə, atalara, analara, qardaş bacılara, şəhid xanımlarına, şəhid övladlarına səbr əta etsin deyə səlavat verir. Bu əziz qardaşlarımın qanı bahasına bərpa olan suverenliyimiz, müstəqilliyimiz, azadlığımız əbədi olsun deyə Allah Azərbaycan dövlətin daha da qüdrətli eləsin deyə, dövlətçiliyimiz daha da möhkəm olsun deyə səlavat edir. Allahümmə salli alə Muhammedin və əli Muhammed. Əuzu billahi mineşşeytanirracim. بسم الله الرحمن الرحيم سبح اسم ربك الأعلى الذي خلق فسوى والذي قدر فهدى والذي أخرج المرعى فجعله غثاء أهوى سنقرئك فلا تنسى إلا ما شاء الله إنه يعلم الجهر وما يخفى ونيسرك لليسرى فذكر إن نفعت الذكرى
سيذكر من يخشى ويتجنبها الأشقى الذي يصلى النار الكبرى ثم لا يموت فيها ولا يحيا قد أفلح من تزكى وذكر اسم ربه فصلى بل تؤثرون الحياة الدنيا والآخرة خير وأبقى إن هذا لفي الصحف الأولى. Qardaşımızın timsalında bütün Azərbaycanımızın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin ruhuna, bütün şəhid atalarının, analarının, əzizlərinin və bizlərin adından bir haqqı hürməti surəti Fatihə. Bismillahirrahmanirrahim. Allah sabır versin. Allah şəhidimizə rəhmət eləsin. Allah şəhidlərimizin hamısına rəhmət eləsin. Allah veteranlarımızın, qazilərimizin canı sağ olsun. Yenilərini tutmuş əskərinə qədər çox sağ olsun. Prezidentimiz sağ olsun. Bizim heç vaxt yaramız sağalmaz. Heç vaxt. Amma bizim elə onda bizə təsəlli yerimiz varkən bizim torpaqlarımız geri qayıtdı. Ağcabədi rayon icra başçısına, icra nümayəndələrinə, öz kəndimizin də icra nümayəndələri çox sağ olsun. Həmişə şəhid ailələrinin yanında olubdur. Onların hörməti artıqdır. Allah bütün Azərbaycanımıza bir də müharibə göstərməsin. Bizim balalarımız bir də müharibə göstərməsin. Allah elə obaya dəyməsin. Balamın dostlarına dəyməsin. Dilsuz bizim yaralı yerimizdir. Şəhidlərin hamısı mənim balamdır. Hamısı yaralı yerimizdir. Şəhidlər hamısına Dilsuz anası qurban. Körpə Ömərə də qurban. Mən Əsədov Muradın anasıyam. Mən bu günləri özümə borc bilib Cəvahir ananın yanında olmaq üçün bura gəlmişəm. Şəhidlər hamısı mənim üçün birdir. Birinci, ikinci yoxdur. Hamısı mənim övladlarım. Allah şəhidlərə rəhmət eləsin. Allah səbrini versin başı. Mən şəhid Ömər Rəhimlinin anası Zülfiyə anıyam. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Bugün şəhidimiz Dilsuz Qarayevin il dönümüdür. Biz analar özümüzə borc bildik ki, Cəvahir ananın yanında olaq. Şəhidimiz Dilsuz haqda çox danışmaq olar. Yəqin ki, hamıya məlumdur onun igidliyi. Lələtəpəyə ilk bayraq sancan igidlərimizdən biri də Dilsuz Qarayevdir. Cəvahir ana, bizim evlatlarımız, Ömərlər onun intiqamını aldı. Allah şəhidlərimizə rəhmət eləsin. Mən Məmmədov Rüyalın anasıyam. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Bugünkü gündə ananın, Cəvahir ananın yanındayıq. Allah balasına rəhmət eləsin. Hər bir yaxınlara səbir versin. Bütün şəhidlərimizə Allah rəhmət eləsin. Mən şəhid Tapdıqov Azadın anasıyam. Bugün bura Cəvahir ananın yanına yığışmışıq təsəlli üçün. Allah şəhidimizə rəhmət eləsin, anaya səbir versin. Ana bir şey bilsin ki, bizim kimi anaların, o cür ataların, balaları bizim qardaşımızın qanını aldı. Allah rəhmət eləsin, Allah şəhidlərimizin yerini cənnət eləsin. Allah rəhmət eləsin. Bir Cəvahirin, biz analar gəlmişik Cəvahirin yanına. Dilsuz Qarayevin. Mən Əliyev Poladın anası olaraq, Ramiz Məmmədov başçı olaraq iki şahidi daşıdığım üçün bugün Cəvahirin yanında olmağı özümə boş bilmişəm. İl dönümündə gəlim Cəvahirin yanına. Allah rəhmət eləsin bütün şahidlərimizə, bütün qazilərimizə can sağlığı. Mən şəhid Camal İbrahimovun bacısıyam, həm də elə onun anası əvəziyəm. Çünki anası 30 ilin xəstəsidir. Bir şəhidin, belə deyək, evdə bir anası var. Doğrudan bu analara baxanda nədənsə həmişə içimdə bir qırıqlıq yaranır. Anaların fəryadı
30 ildə mənimlədir. Onu yaşayaraq gəlib çıxmışam. Amma bugün bizim gözəl şairimiz Fırat Fıradoğlu'nun bir şeiri ilə başlamaq istəyirəm ki, deyir: tək mənim də qanım torpağıma tökülsün. Nəşim kəfənlə birgə bayrağıma bükülsün. Bayrağına bükülən şəhidlərimizin ruhları şad olsun. Tabuta sığmayan şəhidimiz Dilsuz Qarayevin ruhu şad olsun. Onun anası Cəvahiraniyə demək istəyirəm ki, bütün analar Dilsuzun anasıdır. Bütün şəhid anaları elə şəhidlərin hamısının anasıdır. Başınız sağ olsun. Allah ordumuzu qorusun. Allah Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevi qorusun. O xalqla birgə ədalətsiz dünyada ədalətli şəkildə atdığımız o tarixi imza hər birimizin başımızı uca etdi, üzümüzü ağ etdi. Ruh şad olsun şəhidimizin. Mən də ilk öncə bura gələn şəhid anaların Cəvahir ana ilə bir yerdə başsağlığı verirəm. Öz təşkilatımız adından, İctimai Nəzarət Təşkilatının bütün kollektiv adından başsağlığı verirəm. Bütün analara, şəhidlərinə Allahdan rəhmət diləyirəm və başda analar, şəhid anaları, şəhid ataları olmaqla Hindax cəmaatına öz təşəkkürümüzü bildiririk ki, bu günlərim Cəvahir ananın yanındadılar. Hər kim bir yumruq kimi şəhid tədbirində bir olursa, Allah Teala onlara can sağlığı versin, bütün şəhidlərimizə də rəhmət eləsin. Mən bilirəm ki, şəhidlik elə bir zirvədir ki, biz onun üçün ağlamırıq. Sadəcə olaraq yanımızda onların yoxluğu üçün ağlayırıq. Yəni yanımızda olmadıqları üçün ağlayırıq. Amma onlar şəhidlik zirvəsinə yüksəldiyi üçün ağlamırıq. Allah Teala sizə səbir versin, artıq dərəcədə səbir versin ki, dözə biləsiniz, şəhidlərimizi tarixdən tarixə keçirə bilək, yaşada bilək və gələcəkdə bizim bu gənc nəsillərimiz görsünlər ki, bizim belə qəhrəman, igid şəhidlərimiz var. Bir də Allah rəhmət eləsin. Biz bu günləri Dilsuz qardaşımızın ildönümüdür. Allah ona qəni-qəni rəhmət eləsin. Burada cəmləşən bütün bu insanlar, yəni yerli, kət cəmaatı və şəhid ailələrin hər biri burada bugün iştirak edir. Biz öz minnətdarımızı şəxsən mən bildirirəm ki, bugün qardaşın ildönümündə iştirak edir. İcra Hakimiyyətin nümayəndəsi, Vaynkomatın nümayəndəsi, biz bunlara da böyük təşəkkürümüzü bildiririk ki, bugünkü gün bizimlə bərabər burada iştirak edirlər. Allah rəhmət eləsin. Allah millətimizə bir də belə şeylər göstərməsin, qardaşım. Heç kim, nətər deyim, ahu deyib ağlamasın, sevinclə geçsin, toya geçsinlər, xeyir işə geçsinlər. Allah rəhmət eləsin, Dilsuz qardaşımıza. Şəhidlərimizin anım günü hesab olunur. 2016-cı il aprelin 2-sindən 4-nə olan ermənilərin əksümü vaxtı şəhid olan bizim qəhrəman döyüşçülərimiz, Allah bütün şəhidlərimiz ruhunu şad eləsin, anırıq. Bütün şəhid tədbirlərində biz bütün şəhidlərimizin hansı vaxt, hansı tarix olur olsun, hansı şəhidlərimizin tədbiri, il dönümü olur olsun, bütün şəhidlərimizi orada biz xatırlayırıq, hamısına Allahdan ruhların şad olmasını diləyirik. Ailələrinə, yaxınlarına səbir diləyirik. O qəhrəman oğullarımız olmasa bu günləri bizim Azərbaycan yaşamalıdır. Bizim döyüşən oğlanlarımız, vətənpərvər insanlarımızdan Allah kömək olsun. Allah bütün şəhidlərimizə ruhunu şad eləsin. Amin. Dilsuz Qarayev xüsusi təyinatlarda döyüşüb, qəhrəmancasına şəhid olub. Allah rəhmət eləsin. Dilsuz qardaşımızın il dönümüdür. Allah onu sayesinde bütün şəhidlərimizə Allah rəhmət eləsin. Valideynlərinə səbir versin. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Bu günləri Dilsuz balamızın il dönümüdür. Onun il dönümünə, ziyarətinə yığışmışıq. Allah atasına, anasına səbir versin. Bir də onlara pis gün göstərməsin. Amin. Bizi yaradan Allah ordumuzu qorusun, devlətimizi qorusun, millətimizi qorusun. Allah şəhid ailələrinə bir də pis gün göstərməsin qardaşım. Sağ ol. Allah bütün şəhidlərə rəhmət eləsin, valideynlərinə səbir versin. Dövlətimizin bayrağı da həmişə uca olsun. Allah Teala prezidentimizi qorusun. Prezidentimiz demişkən, bu erməni xalqı həmişə ayaqqabı davanı yalayan xalqlardan da. Allah Teala onlara elə bir zulüm versin ki, ömrü boyu onların heç biri yaddan çıxmasın, onların dərdi.
Allah hamısına rəhmət eləsin şəhidlərimizin.
Allah rəhmət eləsin. Maşallah səbriniz olsun. Allah rəhmət eləsin. Allah rəhmət eləsin. Dilsuza ağlayan ürəyim qurban. Onun bax, yatdığı torpağa canım qurban. Dilsuz, evimin əziz qonağı olmuşsan. Nə qədər ölən günümə qədər Dilsuz, səni Cəvahir qədər məndə. Sən bizim Xasanam görmüşsən. Ürəyim Allah. Canım sizə qurban. Hamınıza Allah kömək olsun. Dilsuzun da yatdığı bax bu torpağa qurban olur. Allah Cəvahirə səbir versin. Allah Dilsuza rəhmət eləsin. Dilsuz qəhrəman oğuldur. Dilsuzun bu yatdığı məzara qurban. Onun yolunu həyatlarına qurban. Sağ ol, ürəyim qurban.
Da bax o. Vətən doydu qanın ilə, toprağı doyduran şəhid, elə cavan şəhid oldun, ürəyi oyduran şəhid, arzulara çatmadın sən, həyat yolu axmadın sən, bəlini taxmadın sən, bayrağı qaldıran şəhid, tarixə həcc oldu adın, var idi bir muradın, muradına etdi qanın. Bütün şəhidlərin qardaşıyam mən. Şəhidə xidməti dərk eləməyən bütün şəhidlərin qardaşıyam mən. Birinci, ikinci, denə fərq var. Şəhidin bir adı, bir ünvanı var. Cənnətdə şəhidlə şəfayətim var. Bütün şəhidlərin qardaşıyam mən. Atası, anası qalmayanların, 30 il məzarı olmayanların, daşlarda səsimi duymayanların, bütün şəhidlərin qardaşıyam mən. 1905-in qurbanlarımın, 18 müstəqil olanlarımın, 37 Sibirdə qalanlarımın, bütün şəhidlərin qardaşıyam mən. 48-53 oldu nələr, elindən didərgin düşdü körpələr, didərgin dərdini anlayan bilər, bütün şəhidlərin qardaşıyam mən. 90-da 20 yanvardan deyim, 91-20 noyabr deyim, 92 fevral, Xocalı deyim, bütün şəhidlərin qardaşıyam mən. Bəsdir günah edib qeybət etdiniz, şəhidlər evində fətva verdiniz, şəhidləri köhnə, təzə böldünüz, bütün şəhidlərin qardaşıyam mən. İxtiyar gedəcək təkcə haqq yolun, hidayət eyləsin Allah hər qulun. Gedin, şəhidlərdən siz məni sorun. Bütün şəhidlərin qardaşıyam mən. Mən bütün şəhidlərimizin ruhu qarşısında, eləcə də onların analarının, ataların qarşısında baş əyirəm. Hindaq qəsəbəsi qəhrəman bir qəsəbədir. Ağcabədi rayonunda ən çox şəhid verən kənd olubdur. Yəni qəsəbə adı almamışdan öncə 42 şəhidi var bu qəsəbənin. Bir daha Azərbaycanımızda şəhid gəlir sözü eşitməyək. Bir daha belə deyək də heç 43-cü şəhid qismət olmasın bu qismət. Və tədbiri bağlı elan edirik, xahiş edirik. Hamı ananın dəvət edir, evə geçsin, ehsanat hazırlanıbdır. Çox xahiş edirik. Gəlin görək yap. Gəlin yaşında Allah sabır versin her şey. Elimizden başka bir şey gelmiyor. Allah size deyim. Canım çok sağ olun. Hamınıza yaşayacağım. Canım kurban, Mehmet bak körfetten az. Evler nerede? İnsan. Evler yok, evler var. Evler bunlara dar geldi. Allah rahmet eylesin. Canım kurban, bak hele körfetten ha, bak öyle. Yaşar'ın halası kurban. Öyle canım kurban. Allah rahmet eylesin. Yerler cennet olsun. Kümeğiniz olsun. Allah rahmet eylesin. Allah'ım mağfir ve mu'minine ve mu'minat ve müslümine ve müslümat bütün şehitlerimize ve kuşat Fatiha. Allah'ım Bismillahirrahmanirrahim. Anam tanıyım. Allah rahmet eylesin. Canım kurban. İlk içinde oturabilirim. Benim kurban. Gel gel. Çekilişte de hayat Analar atalar deredi çalışsın. Sözleri balalarında kurban.
Allahümme salli ala Muhammed ve ali Muhammed. Allahümme akfir lil mu'minine vel mu'minat ve müslimine vel müslümat. Cemiyen şehitlerimizin ruhu şahsı hakkı. Bismillah. Bismillah. Ben Allah bütün şehitlerimize rahmet eylesin. Maşallah amin daha da olsun. Allah sabır versin. Allah səbrinizi versin. Asıl. Allah bütün şehitlerimize rahmet eylesin. Hoş günler nasip eylesin. Amin. Pərverdigar aləm sizə səbir versin. Nasıl versin? Amin. Allah Teala şehit ailelerine sabır versin. Bunlar alidirlər. Allah Teala bunları bizə şəfaətçilərdən qərar versin. Amin. İlahi Pərverdigar aləm bir də dövlətimizə, cəmaatımıza müharibəsi yaşatmasın. Amin. Bir də cəmaatımızın göz yaşlarını şəhid deyən axtırmasın. Amin. Allah əsirlikdə olanlarımızın da bağlı qapıları açsın. İlahi Pərverdigar aləm. Bu balam qardaşımızın bağlarına xeyir işlər qismət eləsin. İnşallah onun belə şad yanalığında, xeyir işlərində ətrafımızda olalım. Allah'tan arzu edirəm ki, bu real Azərbaycanın axırıncı şəhidi olduğu kimi Allah Teala buradan belə daha Azərbaycan xalqına heç şəhidlik xəbəri göstərməsin. Bayrağımız uca olsun, Allah dövlətimizi qorusun, pis niyyətli dövlətlərin də Allah Teala gözlərini kör eləsin. Sağ ol başına. Bilir misin? Ne yok söyle. Tamam, tamam. Eylem de avratlar tutacağım. Tutardı. Maalesef koymadı. Nihacını tutmuş diyor. بحق آيات القرآن وبحق حرمة اللهم Dünyada olanlar Allah değerli ömür versin. Şehit atalarının, analarının karşısında daim baş eğirik. Bu günleri şehit aileleri var ki, onlar şehit olublar ama onların övladları sağdır, yaşayır. Bu günləri o övladlara qayğı göstərən bizim dövlətimizlə bərabər şəhidlərimizin ataları və anaları var. Allah onlara da dəyərli ömür versin ki, o övladlar da inşallah gözəl və layiqli, gözəl vətənpərvər kimi cəmiyyətə inşallah təqdim eləsinlər. Allah bir daha şəhidlərimizə rəhmət eləsin. Allah ruhu şad eləsin, məkanları alidir, Allah daha da ali qərar versin. Şəhidlərimizə rəhmət eləsin, qalanlara da ömür versin. Amin. Sağ ol qardaşım. Sağ ol. Bugünkü gün istər ziyarət yerində, istər bu arada bu işlərə çox məşğul olmuşsan. Allah canını sağ eləsin, ölənlərimizə rəhmət eləsin. Bir daha sizə arzu eləyərək ki, həmişə xeyir işlərdə belə çəkilirsiniz. Sağ olun, sağ olun. Qarabağ uğrunda canından keçən şəhid qardaşlarımıza həsr edirəm. Allah rəhmət eləsin. Şəhidə yerlər ağlayar, şəhidə göylər ağlayar, dolub bulutlar ağlayar, əsən küləklər ağlayar.
Canım anam, gözüm anam, axıtma bari göz yaşın. Sen ağlayanda od tutar, bütün ürəklər ağlayar. Anam ürəyimi dağlama, yas tutub qara bağlama. Vətən yolunda can verib, şəhiddi oğlun ağlama. Anam ürəyimi dağlama, yas tutub qara bağlama. Vətən yolunda can verib, şəhiddi oğlun ağlama. İmanlı bir oğul kimi olub canında qeyrəti, sevib buyurdu milləti, şəhidlik oldu qisməti. Yox öyle bir məqam çata, şəhidliyin məqamına. O Tanrı dərgahındadır, qazandı özünə cənnəti. Anam ürəyini dağlama, yas tutub qara bağlama. Vətən yolunda can verib, şəhiddi oğlun ağlama. Anam ürəyimi dağlama, yas tutub qara bağlama.